Petros Həvarinin yazdığı birinci məktub, müqəddəmə. Petros bu məktubu bütün Kiçik Asiya, indiki Türkiyə, bütün Kiçik Asiya bölgəsində dağılmış məsihlərə yazır. Məsihlər bu zaman Məsihə olan imanları üçün əzab və işgəncə altında yaşayırdılar. Petros bu imanlılara ürək verib, onları təşviq edir ki, tarıya vəfalı qalsınlar və əzablara baxmayaraq imanlarını bərk tutsunlar. Əsil 1. İsa Məsihin həvarisi Petrosdan, Pontos, Qalatiya, Kapadosiya, Asiya əyaləti və Bitiniyaya dağılmış qəriblərə ki, ata tarının irəlidən bildiyinə mütabiq, müqəddəs ruhun təqdis işinin vasitəsilə İsa Məsihdən itaət etməkləri üçün və üstlərinə onun qanının səpilməsi üçün seçiliblər. Feyz və barış lap dolu ölçüdə sizin olsun. Tarı və Rəbbimiz İsa Məsihin atası mütəbarək olsun ki, öz böyük feyzinə görə İsa Məsihin ölülərdən dirilməsi ilə bais oldu ki, biz yaşayan bir ümidə təzədən doğulaq. Elə ki, göylərdə sizin üçün saxlanmış, aradan getməyən, ləkəsiz və solmaz bir mirası ələ gətirək. Siz tarının qüdrəti ilə axır zamanda zahir olunmağa hazır bir nicat üçün iman vasitəsilə mühafizət olursunuz. Bunda siz çox sevinirsiniz, gərçi indi az bir müddət üçün lazım olsa cürbəcür imtihanlarla pərişan olursunuz. Elə ki, İsa Məsihin nicatının zuhurunda imanınızın sübutu fani olan qızıldan daha dəyərli olub, odla belə imtihan olsa da tərif, izzət və hörmət gətirsin. Siz gərçi onu görməyibsiniz, amma onu sevirsiniz. Gərçi də indi onu görməyirsiniz, lakin ona inanırsınız və vəsfə gəlməyən şadlıqla, şövkət dolu çox şadlıq edirsiniz. Və imanınızın nəticəsinə ki, canlarınızın nicatı olsun, nail olursunuz. Bu nicata gəlincə, Peyğəmbərlər o feyz barədə ki, sizə gələcək, qabaqcadan cəhdlə axtarıb təcəssüs etdilər və araşdırdılar ki, bilsinlər, onlarda olan müqəddəs ruh kimə və hansı zamana işarə edir. O zaman ki, Məsihin əzablarını və ondan sonra gələn şövkətlərini qabaqcadan xəbər verir. Onlara aşkar oldu ki, bu şeylərdə onlar özlərinə yox, sizə xidmət edirlər ki, indi İncili vəz edənlər tərəfindən göydən göndərilmiş müqəddəs ruh vasitəsilə sizə elan olunub. O şeylər ki, onları görməyə mələklər də həsrət çəkirlər. Bunun üçün fikirlərinizi əməl üçün hazırlayın. Ayıq olun. Ümidinizi kamil bir şəkildə o feyzə bağlayın ki, İsa Məsihin zuhurunda sizə gətiriləcək. Sözə baxan uşaqlar kimi cahil zamanlarınızda olan o əvvəlki şəhvətlərə özünüzü oxşatmayın. Lakin sizi dəvət edən o müqəddəs olan kimi, siz də özünüzü hər rəftarda müqəddəs saxlayın. Çünki yazılıb, siz gərək müqəddəs olasınız, çünki mən müqəddəsəm. Əgər ata çağırdığınız odur ki, tərəfdarlıq etmədən hər kəsi işinə görə mühakimə edir, onda yer üzündə olan bu qürbət zamanınızı qorxu ilə keçirdin. Bilirsiniz də ki, əcdadlarınızdan miras aldığınız batil həyat yollarınızdan gümüş və ya qızıl kimi fani şeylərlə təzədən alınmayıbsınız. Lakin bahalı qanla, eyibsiz və ləkəsiz bir quzununki kimi Məsihin qanı ilə. Çünki o, dünyanın yaranmasından əvvəl tanınmışdı. Amma sizin xatiriniz üçün bu axır zamanlarda zahir olub. Siz ki, onun vasitəsilə onu ölülərdən dirildən və ona izzət verən tarıya inananlarsınız. Elə ki, iman və ümidiniz tarıdadır. İndiki həqiqətdən itaət edib,
canlarınızı qardaşlara xalis məhəbbət etmək üçün təmizləyibsiniz, cəhdlə bir-birinizi ürəkdən sevin. Çünki siz fani toxumdan yox, fani olmayandan, Tanrının yaşayan və baqi olan kəlamının vasitəsilə təzədən doğulubsunuz. Çünki bütün bəşər ot kimidir, bütün şövkəti də otun çiçəyi kimidir. Ot solur, çiçək də düşür, lakin Rəbbin kəlamı əbədə kimi qalır. Sizə vəz edilən kəlam da elə budur. Fəsil 2. Beləcə bütün pisliyi, hər cür hirəni, riyakarlıq və paxıllığı və hər cür iftiranı qırağa qoyub, anadan təzə doğulmuş körpələr kimi kəlamın xalis südünə can atın, elə ki, nicatınızda böyüyəsiniz. Əgər Rəbbin mehribanlığını dadıbsınız və onun yanına insanlar tərəfindən rədd olunmuş, lakin Tanrının nəzərində seçilmiş və qiymətli bir canlı daş kimi gəlibsiniz. Siz də canlı daşlar olaraq, ruhani bir imarət kimi, müqəddəs bir kahinlik üçün tikilirsiniz ki, İsa Məsihin vasitəsilə Tanrıya məqbul ruhani qurbanlar təqdim edəsiniz. Çünki müqəddəs yazılarda belə gəlib. Baxın, Səhyunda seçilmiş bir daş qoyuram, qiymətli bir quşa daşı və ona inanan əsla utandırılmayacaq. Beləcə, bu dəyərli qiymət siz iman gətirənlər üçündür, amma iman gətirməyənlər üçün bənnaların rədd etdiyi daş elə quşa daşı oldu və büdrəmə daşı və incitmə qayası. Onlar yıxılırlar, lakin kəlama namüti olurlar və bunun üçün də təyin olunublar. Amma siz seçilmiş bir irq, şahanə bir kahinlik, müqəddəs bir millət və Tanrıya aid olan bir xalqsınız. Elə ki, siz o Tanrının fəzilətlərini elan edəsiniz ki, sizi öz valihədən nuruna dəvət edir. Çünki bir zamanlar xalq deyildiniz. Amma indi siz Tanrının xalqısınız. Mərhəmətə nail olmamışdınız. Lakin indi siz mərhəmətə nail olubsunuz. Sevgililər, sizdən xahiş edirəm ki, əcnəbilər və qəriblər olaraq, canınızın ziddinə savaş qaldıran cismani şəhvətlərdən özünüzü uzaq saxlayın. Qeyri-yəhudilər arasında ali bir şəkildə rəftar edin ki, sizə şərquranlar adında iftira atan şeylərdə yaxşı əməllərinizi görüb, əyadət günündə Tanrıya izzət versinlər. Rəbbin xatiri üçün hər bəşəri nizama müti olun. İstər iqtidar başında olan padişah olsun, istər şərquranları cəzalandırmaq üçün, yaxşılıq edənləri də tərifləmək üçün onun tərəfindən göndərilən vali olsun. Çünki Tanrının iradəsi budur ki, yaxşılıq etməklə siz ağılsız adamların cəhalətini sakit edəsiniz. Azadlar kimi yaşayın və öz azadlığınızı pislik pərdəsi kimi etməyin. Amma ondan özlərini Tanrının qulluğuna verənlər kimi istifadə edin. Bütün xalqa hörmət edin. Qardaşlığı sevin, Tanrıdan qorxun, padişaha ehtiram edin. Ey xidmətkarlar, bütün ehtiramla ağalarınıza müti olun. Ancaq yaxşı və mülayim olanlara yox, məntiqsiz olanlara da. Çünki bu lütf qazanır. Əgər kimsə Tanrıya olan vicdanın xatirinə haqsız əzablar çəkəndə qüssələrə dözsün. Çünki bu sizə nə şərəf gətirər. Əgər günah etdiyiniz zaman sizinlə yava rəftar edilsin və siz ona dözəsiniz. Lakin əgər düz olanı yerinə yetirəsiniz və onun üçün əzaba düşüb onu səbrlə dözəsiniz, bu Tanrıdan lütf qazanır. Ona görə ki, siz bunun üçün dəvət olunubsunuz. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizi bir nümunə qoydu ki, onun izləri ilə gedəsiniz. O ki, heç bir günah etmədi, ağzında da heç biri ilə tapılmadı.
Söylən vaxt cavabında söyüş vermədi, əzab çəkəndə təhdid etmədi, lakin özünü salihliklə hökm edənə tapşırdı. O özü bizim günahlarımızı öz bədənində, çarmıx üstündə təhəmmül etdi ki, biz günaha ölüb salihlik üçün yaşayaq. Çünki siz onun yaraları ilə şəfa tapıbsınız. Çünki siz daim yolunu azan qoyunlar kimi idiniz, lakin indi canlarınızın çoban və nazirinə dönübsünüz. Fəsil 3. Həmin şəkildə siz arvadlar da öz ərlərinizə müti olun. Elə ki, hətta əgər onlardan bəziləri kəlama namüti olalar, heç bir kəlamsız arvadlarının rəftarları ilə qazanılsınlar. O zaman ki, sizin ədəbli və hörmətli rəftarınızı görürlər. Sizin bəzəyiniz gərək saç örmək, qızıl taxmaq ya da paltarlar geymək kimi zahiri olmasın. Lakin qoyun bəzəyiniz ürəyin gizli insanı, ruhun o aradan getməyən həlimlik və sakitliyi ilə olsun ki, Tanrının nəzərində qiymətlidir. Çünki qabaqçı zamanlarda Tanrıya ümid bağlayan müqəddəs arvadlar da özlərini belə bəzəyib öz ərlərinə müti idilər. Necə ki, Sara İbrahimi ağa çağıraraq ondan itaət etdi. Siz də onun övladlarsınız, əgər heç bir qorxudan dəhşətə düşməyib səhih olanı yerinə yetirəsiniz. Siz ərlər də həmən arvadlarınızla anlaqlı bir şəkildə yaşayın. Elə bil ki, zəif biri ilə yaşayırsınız. Çünki o bir arvaddır və ona həyatın feyzinə sizinlə həmvaris olan kimi ehtiram göstərin. Elə ki, dualarınıza bir mane çıxmasın. Xülasə, hamınız həmfikir, özgələrə ürək yandıran, qardaşvar, şəfqətli və ruhda başı aşağı olun. Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin. Əksinə, bərəkət duası verin. Çünki siz elə bu məqsəd üçün dəvət olunubsunuz ki, bir bərəkətə varis olasınız. Çünki həyata can atan, yaxşı günləri sevib görmək istəyən gərək dilini şərdən, dodaqlarını da hilə sözlərindən saxlasın. O gərək şərdən dönsün və yaxşılıq etsin. O gərək barışdan danışsın və onun dalınca qaçsın. Çünki Rəbbin gözləri salihlərə, qulaqları da onların dualarına açıqdır. Lakin onun üzü şərqulanların ziddinədir. Əgər yaxşılıq etməyə qeyrət görsədəsiniz, sizə kim ziyan yetirə bilər? Amma hətta əgər salihliyin xatiri üçün əzab da çəkəsiniz, bəxtəvərsiniz. Onların təhdidlərindən qorxmayın, pərişan da olmayın. Lakin Məsihi Rəbb olaraq ürəklərinizdə təqdis edin. Sizdə olan ümid barəsində sizdən hər kəs hesab istəsə, ona cavab vermək üçün həmişə hazır olun, lakin mülayimlik və hörmətlə. Vicdanınızı təmiz saxlayın. Elə ki, Məsihdə etdiyiniz yaxşı rəftarı söyənlər və sizə böhtan atanlar xəcalət altında qalsınlar. Çünki əgər Tanrının iradəsi budur, onda səhih olanı yerinə yetirdiyiniz üçün əzab çəkməyiniz daha yaxşıdır ki, səhv olanı yerinə yetirdiyiniz üçün əzab çəkəsiniz. Çünki Məsih də günahlar üçün bir dəfəlik öldü. Adil olan biri zalim olanlar üçün. Elə ki, cismən ölmüş, lakin ruhda dirilmiş olub bizi Tanrının yanına gətirsin ki, onda da gedib zindanda olan ruhlara da elan etdi. O ruhlar ki, bir zaman Tanrı Nuhun günlərində səbrlə gözlədiyi vaxt, gəmi tikilərkən namiti idilər. O gəmidə az adam, yəni 8 nəfər sudan sağ-salamat çıxdılar. O, su ilə təmsil edilən təmiddə ki, cismin kəsifliyini götürmək yox, təmiz bir vicdan üçün Tanrıya təvəssül etməkdir, İsa Məsihin ölülərdən dirilməyi ilə indi sizi nicat verir. O ki, göyə qalxandan sonra Tanrının sağındadır. Mələklər, iqtidar və qüdrət sahibləri də ona müti olunublar. Fəsil 4.
Beləcə, çünki Məsih bizim üçün cismən əzab çəkdi, siz də elə o məqsədlə silahlanın. Ona görə ki, cismən əzab çəkən günahdan artıq kəsilib ki, cismdə qalan vaxtını artıq insanların şəhvətləri üçün yox, Tanrının iradəsi üçün yaşasın. Çünki keçmiş zamanın ömrü sizə bəsdir ki, qeyri-yəhudilərin hava həvəslərini yerinə yetirib, fücur, şəhvətlər, keflilik, işrət, eş məclisləri və iğrənc bütpərəstliklər dalınca qaçıbsınız. Və bunlar hamısında ondan təəccüblənirlər ki, siz onlarla bərabər həmən fiskin ifratına tərəf qaçmırsınız. Bundan ötürü də sizi söyürlər. Lakin onlar o Tanrıya cavab verəcəklər ki, diriləri və ölüləri mühakimə etməyə hazırdır. Ona görə ki, İncilin xoş xəbəri ölülərə bu səbəbdən müjdə verirdi ki, onlar insanlar kimi cismən məhkum olduqları halda Tanrının iradəsinə görə ruhən yaşasınlar. Hər şeyin axırı yaxındır. Buna görə ağlınızı başınıza yığın və dualar üçün ayıq durun. Hər şeydən əvvəl bir-birinizə olan məhəbbəti coşqun saxlayın. Çünki məhəbbət bir çox günahın üstünü örtər. Gileylik etmədən bir-birinizə qonaqpərvərlik edin. Hər kəs nə ata alıb, Tanrının qat-baqat feyzinin naziri kimi onu bir-birinizin xidmətində işə salın. Danışan elə danışsın ki, elə bir Tanrının sözlərini nəql edir. Xidmət edən Tanrının verdiyi qüvvətlə xidmət etsin ki, Tanrı hər şeydə İsa Məsihin vasitəsilə izzət tapsın ki, izzət və səltənət əbəddən əbədə kimi onundur. Amin. Sevgililər, imtihanınız üçün aranızda baş vermiş olan bu hiddətli oddan təəccüb etməyin ki, güya qəribə bir şey başınıza gəlir. Lakin Məsihin əzablarında şərik olduğunuz üçün sevinin, elə ki, onun şövkətinin zühurunda da böyük şənliklə sevinəsiniz. Əgər Məsihin adından ötürü təhqir olunasınız, xoş halınıza, çünki şövkətin və Tanrının müqəddəs ruhu sizin üstünüzdə sakindir. Qoy sizlərdən heç kim qatil, oğru, şərquran ya da füzul biri kimi əzab çəkməsin. Lakin əgər biri Məsihi kimi əzab çəkir, qoy utanmasın, lakin qoy bu adda Tanrını izzətləndirsin. Çünki zaman yetişib ki, mühakimə Tanrı evinin əhli ilə başlansın. Əgər o əvvəl bizimlə başlanır, bəs gör Tanrının İncilindən itaət etməyənlərin axırı nə olacaq? Və əgər salih adam çətinliklə nicat tapır, tarısız və günahkar adamın aqibəti nə olacaq? Bunun üçün, qoy Tanrının iradəsinə mütabiq əzab çəkənlər yaxşılıq edərək canlarını əmin olan xaliqə tapşırsınlar. Fəsil 5. Aranızda olan ağsaqqalları ki, mən də onlarla bir ağsaqqal və Məsihin əzablarına şahid və gələcək şərikiyəm də təşviq edirəm. Tanrının aranızda olan sürüsünə çobanlıq edin. Məcburi yox, ürəkdən və Tanrının iradəsinə mütabiq onlara nəzarət edin. Biabırçılıq qazanc üçün yox, şövqlə. Sizə tapşırılanlara ağalıq etməyin, lakin sübut edin ki, sürüyə nümunəsiniz. Və baş çoban zuhur etdiyi vaxt, izzətin solmayan tacını alacaqsınız. Siz cavanlar da eləcə ağsaqqallara müti olun. Və hamınız bir-birinizin haqqında başı aşağılıq paltarına geyinin, çünki Tanrı məğrurlara ziddir, lakin başı aşağı olanlara feyz verir. Buna görə Tanrının güclü əlinin altında özünüzü alçaldın ki, o da öz vaxtında sizi ucatsın. Və hamı nigarançılıqlarınızı onun üstünə qoyun, çünki o sizin qeydinizə qalandır. Tiz baş durun. Ayıq qalın. Sizin düşməniniz iblis nərildəyən bir aslan kimi gəzib udmağa birini axtarır.
İmanda möhkəm durub, onun qabağında müqavimət edin və bilin ki, dünyadakı qardaşlarınız da həmən əzabları çəkirlər. Az bir müddət əzab çəkdiyinizdən sonra, bütün feyzin tarısı ki, sizi Məsihdə öz şövkətinə dəvət etdi, özü sizi kamil edib təsdiq edəcək və sizə qüvvət verib sizi bərqərar edəcək. Səltənət əbəddən əbədə kimi onun olsun. Amin. Bu məktubu əmin qardaşımız, çünki mən onu belə görürəm, əmin qardaşımız Silvanosun vasitəsilə sizə qısaca yazmışam və təşviq edib şəhadət verirəm ki, Tanrının həqiqi feyzi budur. Onda möhkəm dayanın. Sizin kimi seçilmiş Babildəki də sizə salam göndərir. Eləcə də oğlum Mərqos. Bir-birinizi məhəbbət öpüşü ilə salamlayın. Məsihdə olan bütün sizlərə barış olsun.